qarşısında bunu demək bəlkə də doğru deyil. Üzrxahlıq da edirəm əvvəlcədən. Amma mən hesab edirəm ki, iş saatlarına çıxmaq şərti ilə, hansısa sosial problemlərə çıxmaq şərti ilə övladlarınıza nə qədər çox zaman ayırırsanız, bu sizin əsl qazancınız budur. Yəni də işdən sonra, nə bilim, nədən sonra dostlarla, tanışlarla keçirilən zaman sizə nə qazandıra bilir? Bir neçə saatlıq müsbət emosiyalar qazandırır. Amma övladınızla keçirdiyiniz zaman gələcəyinizə qoyduğunuz bir kapitaldır. Yəni bir valideynin əgər öz uşağından, öz övladından xəbəri olmursa, ancaq salam, sabahın xeyir, gecən xeyir, gecən xeyrə qalsın, bundan ibarətdirsə valideynlə uşağın ünsiyyəti, o uşaq gələcəkdə nə dövlətinə, nə xalqına, nə ailəsinə yəni fayda verə bilməz. Verərsə də yəni o Allah ümidinə, öz gücünə. Yəni uşağın əyni və qarnından daha vacib belə deyək də faktorlar var. Yəni ondan daha vacib, daha önəmli məsələlər var. Hörmətli dostlar, hörmətli insanlar. O baxımdan da yəni nə qədər çox zaman ayırsanız, nə qədər çox vaxt belə deyək ayırsanız övladlarınıza, bu sizin qazancınızdır. Gələcəkdə bir də bir şey deyim sizə.